könüllük hansıdır? Mən də vaxtilə bu sualı verirdim. Ona görə gəlin sizə öz təcrübəmə əsaslanaraq bəzi könüllüklərdən danışım. Mən COP29-da, Formulada, Soqarda, Nayorada, Bakı maratonunda tim lider kimi və bir çox tədbirlərdə könüllü olaraq fəaliyyət göstərmişəm. İlk könüllü təcrübəm RIB-də başlayıb, 1 il orada könüllü olmuşam və sonraki 6 ayda koordinator olaraq fəaliyyət göstərmişəm. Könüllüklərdən, maraqlı tədbirlərdən necə məlumat əldə edə bilərsiniz? Qeyd etdiyim səhifələri izləyərək məlumat əldə edə bilərsiniz. Təbii ki, bunlarla yanaşı, əgər beynəlxalq könüllüklər istəyirsinizsə, ölkə daxilində ISEF, ESN, BC kimi könüllük, Nayora kimi könüllükləri sizə tövsiyə edə bilərəm. Məndə ESN kart var. Bu kart sizin Erasmus member kartınızdır. Bunu da əldə etmək üçün əgər bununla bağlı bir suallarınız varsa, aşağı yaza bilərsiniz. Mən özüm də müsahibə götürmüş biri olaraq sizə müsahibədən çox verilən sualları necə cavab verməlisiniz və s. kimi də bir video gələ bilər. Hətta YouTube-a da gələ bilər. Suallarınız varsa aşağıya qeyd etməyi unutmayın. Bu qədər. Sağ olun.